Başqası üçün qəbahətli biləni özün üçün də qəbahətli bil. Gözəl ifadə. Başqası üçün qəbahətli biləni. Məsələn, bir nəfər görürsən, yalan danışır. Ayıb deyil sən üçün. Sən yalan danışırsan, heç sənə yaraşır. Çəkilir o yanından, özü başlayır yalan danışmaya. Sən bayaqları 5 dəqiqə qabaq filan kəsə ayıb tutdun axı bunu, eyib tutdun. Dedin qəbahətdir bu, eləmə bunu. Bəzən hətta övladlarımıza bu cür olur. Övladıma bir şey nəsihət eləyirsən, 5 dəqiqədən sonra özün onu eləyirsən. Mənim balam yalan danışmaq olmaz filan. Hə, ondan sonra zəng gəlir, telefonu qoyursan qulağına, məsələn, hardasan, işdəyəm mən, evdə uşaq gördü axı yalan dedin sən. Etibarın getdi, inam getdi sənə. Mən o Kərbalada bütün o səhnələr gözəldir, amma ən çox o adama ləzzət eləyən yerlərdən bir dənə var. Deyir ki, Həzrəti Əbülfəzl Abbas meydana gedəndə Həzrəti Rüqəyyə gəldi, yapışdı əmisinin ətəyindən. Ona dedi ki, əmi, indiyə qədər sən bizə nə söz vermisən, eləmisən. Ölürəm bu söz üçün. Canımı və qurban verərəm bu söz üçün. Gör nə? Hələ zikri müsibət danışmıram ha. Hələ Həzrəti Əbülfəzl Abbasın gör nə qədər 3 yaşında bala da artıq bilir ki, mənim əmim sədaqətlidir. Mənim əmim vəfalıdır. Mənim əmim indiyə qədər nə deyib eləyib. Ona görə əgər sözü versə, mənə də gətirər, 6 aylıq qardaşıma da gətirir. Elə ona görə də Əbülfəzl Abbas nə dedi İmam Hüseynə? Dedi, an verirəm səni anan Zəhraya, məni aparma xeymələr. Aparma məni. Mən xəcalətliyəm, aparma məni. Çünki bir dəfə ömründə söz vermişdi, eləyə bilməmişdi. Bu sədaqət, bu vəfa, indiyə qədər bizə nə demisən, eləmisən, əmi.